musiqi böyük bir elmdir. Bəzi kanallarda təbliğ olunan aşağı səviyyəli musiqilər insanların zövqünü pozur. Və açıq deyim, bu düşmənçilikdir. Mən istəmirəm ki, Azərbaycan xalqının zövqünü pozan, mənəviyyatını pozan musiqilər səslənsin. Çünki bu insanlara böyük bir zərbədir. İnsanın içi dəyişir, pisləşir. Mən çox istəyərdim ki, bizim bütün millətimiz zövq baxımından zövqü ali səviyyədə olsun. Bu bizim istəyimizdir. Zövq mənəviyyatın tərkib hissələrindən biridir. Zövq pozularsa mənəviyyat da pozular insanda. Gəzir saçlarında ilıq gilava Şükriye